Biz Əliyevlə razılaşdıq ki, Azalın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Globalinfo.az məlumat verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib. Rusiya lideri qeyd edib ki, Azalın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir. Təfərrüatlar və nüanslar qalır. Ümumən Azalın qəzası ilə bağlı vəziyyət aydındır. Təfərrüatlar və incəliklər qalır. Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərdə böhran yaşandığını söyləmək olmaz. Bilirsiniz, mən hətta deməzdim ki, dövlətlərarası münasibətlərdə hansısa böhranımız olub. Niyə? Əgər dövlətlərarası münasibətlərdə böhran olsaydı, biz ticarət-iqtisadi əlaqələrdə artım görməzdik. Biz faciəvi hadisə ilə üzləşdik, təyyarə qəzası. Bunu həll etmək üçün bizə vaxt lazım idi. Putin ümid edir ki, ölkələr səhifəni çevirib və öz böyük planlarını həyata keçirməyə davam edə biləcəklər. Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti emosiyalar böhranı adlandırıb. Bu, məlum səbəblərə görə emosiyalar böhranı idi.